Salam, vaxtınız xeyir olsun, değerli futbol severler. 9 yaşlar arasında keçirilən daha bir yoldaşlıq görüşündəyi Azərbaycan təmsilçisi Ulduz Futbol Akademiyası, Qazaxıstan təmsilçisi Ice komandası qarşılaşır artıq. Oyunun hakiminin də start fiti səsləndirildi. Bu uğurlar hər iki komandaya bol qol, atlet alətli, gözəl bir maç diləyilə. Yəni, olaraq narıncılı formada meydanda çıxış edir Azərbaycan təmsilçisi Ulduz Futbol Akademiyası. Bənövşəkli formada isə Qazaxıstan təmsilçisi Ace komandası. Hal-hazırda Ulduz Futbol Akademiyası topladı. Elmir Məmmədli topladı. Uzun ötürmə yaxşı aldı Yusuf istiqamətində. Yusufə müdaxilə hakimi fikincə qaydalar çərçivəsində idi. Cəlal 2 nəfərin atəsindədir. Reydlərə ki yaxşılanır. Baxın, indi hakimin gözündən yayınmadı ona qarşı olan kobudluq. Qayda pozuntusu qeydə alınır. Meydan mərkəzində məsələ qüvvətli zərbədən malik oyunculardan Elmir Məmmədli topun gerisindədir. Dəfələrlə cərimə zərbəsindən qollarını izləmişik. Onun üçün məsafə fərqi yoxdur. Şaraya gəlib. 3 nəfərdən ibarət canlı səhət qurulub. Məmmədli yaxınlaşır, zərbəsi canlı səhətdən qayıtdı. Bir qədər canlı səhətdə ucaboy oyuncular var idi. İndi Foden'dən zərbə gəldi, qarşılanır qapısı tərəfindən. Out. Quliyevdən sağsına ötürmə ünvanına çatmadı. Kapitan tamamilə geriyə çəkildi. Cəlal. Bir daha Amin Qasımovla oynuyor. İndi Qazaxıstan təmsilçisinə hücum həmləsi, qapıya doğru zərbə. Cəlal diqqətlidir qapısında. Elmir Təməkə istiqamətində Cəlal üçün adı eşdi. Amin Qasımov. Diagonal ötürmə. Yusif. Diagonal ötürmə gəldi Elmir Məmmədli. Cınahı dəyişən ötürmə Foden'dən çox yaxşı alındı. Ruslan İsazadənin topu qəbul etməsinə imkan vermədilər. Alp. Altı yerinə yetirildi. Cəlal ötürmə ünvanına çatmır. Keçmədi Amin Qasımovdan daha bir cəhd. Elmir Məmmədli. İndi uzaqlaşdırıla bir qədər qarma-qarışıq epizod yarandı. Top havadan asılı qalıb. Bir daha nəzərə çatdıraq. 9 yaşlar arasında keçirilən yoldaşlıq görüşündə Azərbaycan təmsilçisi Ulduz Futbol Akademiyası, Qazaxıstan təmsilçisi Ace komandaları qarşılaşır. Hər iki maçın 4-cü dəqiqəsində keçid alırıq. Qolsuz bərabərliyi maçda hökm sürür. Bu dəfə zənimcə Cəlaldır topun gerisində. Bir asma gəldi, cərimə meydan sahasına uzaqlaşdırdılar. İndi Qazaxlardan hücum həmləsi izləyə bilərik. Yusif qaydalar çərçivəsində bir müdaxilə var idi ondan. Topu da qazanmağı bacarıb. Ara ötürməsə fikir yaxşı idi, amma cəhdi uğurlu alınmadı. Məmmədli vaxtında çatdırdı özünü. Hələ ki 0-0. Hesab bərabərdir. Hesab açılmayıb. Artıq 5-ci dəqiqəyə keçid almışıq. Elmir Məmmədlidən Yusuf istiqamətində. Amin Qasımov səsi göstərir rəqibinə. Uzaq məsafədən yoxluyurlar. Cəlal bu dəfə də dəf edir. Hakim isə 200 nöqtəsini göstərir. Korner. Hasan, сзади оставайся.
Standart vəziyyət. Dirəkdən qayıtdı top. Sənimci ara ötürməsə Ruslan İsazadə. İsazadə, Reyd yaxşı anlar, Yusifdə də top. Geriyə doğru Elmir Məmmədli qüvvətli zərb endirmişdi, amma top qapıdan xeyli maralı keçdi. Qapıdan zərbə ilə top oyuna daxil olunur Qazaxıstan təmsilçisindən. Amin Qasımov. Foden çatdırdı özünə. Emin Məhəmməd Əliyev. Cına dəyişdirən bir ötürmə gəldi. Elmir Məmmədli indi sol cinahdan hücum həmləsi. Yusif təhlükəli gələ bu dəfə Ulduz komandası ötürmə. Keçmədi bu dəfə də. Hələ ki topa üstün tərəf açıq-aşkar. Azərbaycan təmsilçisi Ulduz Futbol Akademiyasıdır, lakin hələ ki çərçivəyə yol tapa bilməyiblər. Yusifdən indi mükəmməl qol gəlir. 1-0 hesab açılır. Azərbaycan təmsilçisi tərəfindən uzaq 9-luğa möhtəşəm bir zərbə endirir. Məsələ bu qolun şərəfinə artıq bizim izləyicilər də aktivləşməyə başladılar. Emin Məhəmməd Əliyev yenə də cinah dəyişir. 1-0 Ulduz Futbol Akademiyası hesabda öndədir. Maçın 7-ci dəqiqəsində. Cəlal isə yoxlamışdı uzaq məsafədən. Qayda oyunçusu Qazaxıstan təmsilçisi ES komandasının lehinə qərar verilir zənnimcə, bəli. Türmə gəldi cərmə meydansasına Cəlal. 52 cəhdə uğurludur. Daha bir korner. Bugün Manuel Neuer qapısında diqqətlidir hələ ki. Uzaqlaşdırdı müdafiəçilər. İndi Ruslan İsazadə sürətlə hücum həmləsi Ulduz komandasına. Yusif təşbih epizod yarandı. Yusifin zərbəsi qarşılandı, hücum davam edir. Ay. Cəlalın zərbəsinə bloklandı Elmir. Möhtəşəm qol imza atır Elmir Məmmədli. Gəlişinə birbaşa zərbə endirdi. İnanılmaz qollar var bugün Azərbaycan təmsilçisindən. Möhtəşəm qol Elmir Məmmədlidən. Bir növ atasının cavanlığını xatırladır. Neftçi baza. Qazaxıstan təmsilçisinə təhlükəli hücum həmləsi izləmişdi, lakin qeyri-dəqiq zərbə oldu 7 nömrədən. Elmi. Türmə yaxşı alındı Elmindən. İndi Ruslan İsazadə. Zərbə bloklanır. Yerdə belə mübarizə apardı. Yusif. Masayı hesabı açan oyuncu olan top itkisi izlədik. Cəlal Yasımov. Sağ sınaqlı oynadı Emin Məhəmməd Əliyev. Məhəmməd Əliyev yaxın altılığa planlaşdırmış zərbə yerdə alındı. Amin Qasımov topladı. Dəyişçi məmləsi ES komandasından Türməyə çata biləcəkmi? Komanda yoldaşı çatdı, amma əsələ onun özündən 19 nömrənin özündən top meydanı tərk edir. Yusif qəbul etdi topa. Elminlə divar pası uğurlu alınır. Yusif sınahı dəyişir. Çox yaxşı ötürüm alındı. Akrobatik zərbə cəhdi. Qaydan top var, lakin Emin Məhəmməd Əliyev hazır deyildi. Məhəmməd Əliyev paralel ötürməsini artıq rəqibi oxudu. Həqiqətən də göz oxşayan bir oyun nümayiş elətdirir. Ulduz Futbol Akademiyası Namiq İskəndərovun yetirmələri.
Cəlal. Cəlaldan gözəl hərəkətlər. Sağsına Ceyhan ötürmə gəldi Emin. 3 nəfərin atəsində çox çətin vəziyyətdə idi. Yusif təzyiq göstərir rəqibinə. Davam deyir hakim bu epizodda. Cəlal. Alt qazanır Ulduz. Bitirməsini etdi. İndi müdafiəçilər qarşıladı, uzaqlaşdırırlar. Yenə də amansız təzyiq davam edir. Amin Qasımov zərbə qapının üzərinə keçdi. Bəli, bir növ tək qapılı bir mübarizə izləyirik. Açıq desək, bəzən Azərbaycan təmsilçisini qalkiperinin formasının rəngini ara-sıra yaddan çıxardırıq. Arif Kazımla. Arif 2 nəfərin atəsindən çıxa bilmədi. Dəyişikliklər həyata keçirib Ulduz Futbol Akademiyasının bir tək qapıçı xarici istənimizə, bəli, bütün heyət dəyişib. Vural Misirli, Rafiq Məmmədli, Nərman Əliyev, Arif Kazımla, Abdullah Məmmədli, Miyaqub Kazımlı. Bəli, onların meydana daxil olduğunu görürük. Arifdən gözəl hərəkətlər, lakin ötürməsi keçmədi. Rafiq Məmmədli topladı. Demir Yaqub. Millidən uzun ötürmə, müdafiəçilər keçid vermədi. İndi qapıya doğru qüvvətli zərbə indirilir. Diqqətli olmaq lazımdır, bir qədər zərbələrə imkan verməmək lazımdır. Vural Misirli. Kukurelya ləqəbli Vural sol uzunatdan sürətli şəkildə irəliyir. Ara ötürməsi keçmədi. İndi Nərmana gəldi top. Nərman imkan vermədilər onun zərbə indirməsinə. Ötürmə qarşılandı, qaydan top. Nərman Əliyev. Blokladılar yenə ötürməsini. Bir qədər müdafiədən belə çıxarkən Qazaxıstan təmsilçisi körtəbii şəkildə çıxırlar. Elə ki, tutarlı hücumları olmuyor demək olar. Arif Kazımlı mərkəzinə irəliyir. Baxır sağa sola ötürmə etmək üçün boş komanlı yoldaşlarını axtardı. Ünvanına çatmadı ötürməsi. İndi Nərman Əliyev rəqib 2 nömrəyə qarşı kobud oyunu manşir etdirdi. Şara gəldi, zərbə indirilir. Rafiq. Qapıya doğru zərbə indirilir Cəlal Qasımov. Yaxşı dəf etdi. İnamlı təsir bağışlayır qapıda. Bugün hələ ki 14 dəqiqə ərzində qapısını toxunma saxlamağa bacarıb. Cəlal yenə də vaxtında müdaxilə etdi. Daha bir alt. Nərman Əliyev. Top etkisi var ondan. Kanlı yoldaşları köməyinə gəldi orada. Abdullah. Qeyri-dəqiq bir ötürmə oldu. Qapıya doğru zərbə indirilir Cəlal. Bu yanlış ötürməni sığortalayır öz qurtarışıyla. Arif. İndi Ulduz Futbol Akademiyası müdafiədən çıxmağa çalışır bu dəqiqələrdə. Həqiqətən də artıq izləyicilərin də reaksiyasından görürəm ki, eyni fikirdəyik. Maraqlı bir maçı izləyirik. Əsasən də bizim Azərbaycan təmsilçisi Ulduz Futbol Akademiyası tərəfindən.
Uğursuz bir hücum həmləsi oldu. Qazaxıstan təmsilçisindən. Alt yerinə yetirir Ulduz. Rafik. Türmə Ivana satmaz. Sağ sınaqdan hücum həmləsi Eys komandasından Türmə Nərman tərəfinə qarşılandı. İndi zərbə mövqeyi var, imkan vermədi orada Mir Yaqub Kazımlı və Cəlal da diqqətlidir. Yenə də qurtarışını vaxtında edir. Müdaxiləsi vaxtında alınır. Korner. Arif. 2 nəfərin atəsindədir və indi qayda pozulub onu ancaq qayda pozuntusu ilə qarşısına ala bilirlər. Vural. Arif Kazımlı sıyrıldı rəqibindən. Cərimə meydansasına bir ötürmə gəlmişdi. Nərman Əliyev şan vermədilər ona, uzaqlaşdırılır top. İndi Miri sağ sınaqdan irəliyir, mərkəzdə oynadı Arif. 2 nəfərin atəsindən ötürməni etdi, amma digər rəqibi qarşılamışdı. Yenidən top Arifdə. Ayaq saxladı. Driblingləri sevən oyuncudur. Hələ ki, qədər mərkəzdə onu 200 oyuncu qarşılayır, çətinlik çəkir. Rafi yaxşı fırlanmışdı, zərbə bloklandı. Abdullah. Məmmədli. Yenidən Arif. Sınaq dəyişdi. Vural Misirli. Qarşılandı top. Alt yerinə yetirəcək olur. Qədər masada temp aşağı indi. Sanki Azərbaycan təmsilçisi bir qədər nəfəs dərir. Rafiq sol sınaqdan indi hücum həmləsi. Ötürmə zərbə meydansasına. Arif. Reyd yaxşı aldı. Arifdən zərbə və dəf etdilər. 3-cü qola çox yaxın idi Ulduz. Arifdən yenə də gözəl hərəkətlər. Geridəyik bir zərbə izlədik Qazaxıstan təmsilçisindən. Qaptan zərbəyə işarə edir hakim. Rafiq. Nərman. Yenidən Rafiqlə oynadı. Yaxşı alındı cəhdəri. Ötürmə zərbə meydansasına və gün zərbəsi. Zənnimcə Azərbaycan təmsilçisindən ilk gün zərbəsidir. Ya ikinci idi, səhv etmirəmsə. Altla davam edəcək hücum. Rafiq. Taban ötürməsi yaxşı alındı. Arif uzaqlaşdırır müdafiəçilər. Vural sürüşmə fəndi ilə bir qədər rəqiblərini ləngitməyə bacardı. Qapıya doğru təhlükəli zərbə idi, amma qeyri-dəqiq alınır. Yaxşı ki. Qaptan zərbə ilə Cəlal Qasımov. Top indi oyuna daxil edir. Sürməsini etdi Nərman Əliyev. Arif tək toxunuşdu ötürmə. Uğursuzdur. Uzaq məsafədən daha bir qüvvətli zərbə. Artıq zərbə mövqeylərinə açıq olurlar. Müdafiə bir qədər diqqətli olmalı. Vural Misirli. Ayaq saxladı. Sınağı dəyişməyə çalışdı. İndi Arif sağ sınağa. Maestro topladı. Bir də Ariflə oynadı. Bu şəkildə tez-tez sınağı dəyişdirmə. Həqiqətən boşu-boşuna Ulduz Futbol Akademiyasında Qafqazın Barselonası demirik. Təbii ki 9 yaşlılar arasında. Out. Məsələ onların oyun tərzinə bənzəyir.
Arif Kasımla cərimə meydan sahasına ötürmə yenə də qarşılanır. Yaqub, Arif, bax indi tək toxumuş ötürməsi yaxşı alındı. Rafi Məmmədli ilə oynatı Abdullah. Tamamilə geriyə çəkildilər. Rəqiblərini öz üzərlərinə çəkməyə çalışırlar. Sürüşmə fəndi işə yaramadı rəqibdə. Rafiq, çox yaxşı alındı. Məmmədli. Daha bir cəhd. Artıq təzyiq. Həmçinin də məsafə qət etdi. Bir qədər yorğunluq oldu onda. Bir daha yeni qatılan izləyicilərin nəzərinə çatdıraq. U9, yəni 9 yaşlılar arasında keçirilən yoldaşlıq görüşüdür. Azərbaycan təmsilçisi Ulduz Futbol Akademiyası 2-0 hesabı ilə öndədir. Qazaxıstan təmsilçisi olan ACE komandası ilə mübarizədə. Cəlal qarşıladı ötürməni. Maçda start heyət yenidən meydana daxil oldu. Elmin Cəlal oynayır. İndi müdafiədən çıxmağa çalışır Ulduz komandası. Diaqonal ötürmə çox yaxşı alındı. Ruslan İsazadə çatdıra bilmədi özünü. Yusif. Cəlalın ötürməsi yenidən Yusif. Fikir yaxşı idi əslində, amma aldanmadı rəqibə. Elminin zərbəsi də bloklanır. Daha bir cəhd. Məsələ o bir qolu kimi yenidən fərqləməyə çalışdı. Amin Qasımov kapitandan da mükəmməl qol gəlir. 3 qolun üçüsü də bir-birindən gözəldir. Həm Yusif, həm Elmin, həmçinin də Amin. Ulduz Futbol Akademiyası 3-cü qolu tapır rəqibi qapısında. Out. Zərbə endirildi. Qazaxıstan təmsilçisi tərəfindən qeyri-dəqiq bir zərbə izlədik. Cəlal. Cəlal ara ötürməsi yaxşı alınır. Ruslan İsazadə. İmkan vermədilər Ruslana. Elmin yenə də müdafiədə amansızdır. Emin Məmmədəliyev. Yenə də uğurlu reydlərindən, amma top meydanda qalmalı. Yaxşı allatmışdı rəqibi, lakin meydança xəttdən sonra bitdi. Uzun ötürmə gəldi Elmin tərəfinə qarşılandı top. Cəlal. Ötürmə keçmədi Amindən. Elmin Məmmədli. Ara ötürməsi çox yaxşı alınır yenə də Ruslan İsazadə. Etmək istəyirdi orada. Gəlsən bir Braziliyan sayağı bir reydə hazırlaşırdı. Uğursuz alınır. Yenə də Elmin, yenə də keçid vermir, yenə amansızdır müdafiədə. Out. Və belə ilə XC yekunlaşdırılan fit səslənir hakim tərəfindən. XC-ni Azərbaycan təmsilçisi olan Ulduz Futbol Akademiyasının 3-0 hesablı üstünlüyə yekunlaşdırdı. Qazaxıstan təmsilçisi ACE komandası ilə mübarizədə. Qısa fasilədən sonra ikincisədə görüşmək ümidi ilə hələlik. Bir daha vaxtınız xeyir olsun. TRT futbol sevərlər artıq maçda ikinci hissə start götürür. İlk hissəni Ulduz komandasının 3-0 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. Tərəflər arasında Azərbaycan təmsilçisinin əməlli başlı üstünlüyü var. Həm topa sahib olmada, həm hücum həmlələrində, həm zərbələrdə, həm də hesabda.
Elminlə ötürmə və Amir Qasımov ötürmə alındı burada. İndi Qazaxıstan komandasından hücum həmləsi bloklandı, uzaqlaşdırılır top. Out. Emin. Amir Qasımov. Uzaqlaşdırmaq lazımdır topu. Elmin Məhəmmədli yenə də bloklayır. Oy oy oy. Əslində kritik bir müdaxilə gələcəkdi Amir Qasımovdan. Olmadı. Olmadı. Buraxılan qollardan birinin əvəzinə çıxır Qazaxıstan təmsilçisi. Eys komandası 101 etdi hesabı. Eyb yox. Məncə hələ qolların ardı gələcək Ulduz Futbol Akademiyasından. Amma diqqətli olmaq lazımdır. Hər qol onları bir qədər də motivasiyaya gətirir, bir qədər də gücləndirir. Alt yerinə yetirir Ulduz komandası tərəfindən. Elmin uzun ötürməkdir müdafiənin arxasına doğru. Yusif çatdırdı özünü, yoxsa out. Bu dəfə isə rəqibə təhvil verilir out. Aslan zərbələ Cəval Qasımov topu ilə taxlidir. Emin Məhəmməd Əliyev çıxa bilmədi 2 nəfərin ötəsindən. Top elə də Ulduzda qalıb. Amir Qasımov diqqətlidir müdafiədə. Cına dəyişən bir ötürmə gəldi. Yusif Reyli uğurlanlar. Ara ötürməsi çox mükəmməl bir hücum alındı. İndi Ruslan. Yusif dubl gəlir Yusifdən. 4-1. Palmer'ın qol sevinci. Soyuqqanlıdır Yusif. Fərq 3 topa qalxır yenidən. Həqiqətən də çox gözəl bir hücum qurmuşlar. Uğurlu alındı hücumları və nəticə olaraq da qol. Sonluq qolla tamamlanır. Zənnimiz orada üstünlük prinsipi əməli olunmuşdu. Amir Qasımov amansız bir təzyiq göstərir Amir. Out qazandı. Əhsən Amir. Yusif. Emin Məhəmməd Əliyevin önünə doğru yaxşı ötürməli. Bir asma gəldi cərmə meydan sahasına, lakin Ruslan İsazadə çatdıra bilmədi özünü bu ötürməyə. Cəval uzaqlaşdırmağa çalışdılar və rəqibdən top meydanı tərk edir. Qapıdan zərbə. Orada Yusif sürüşmə fəndini işə salmışdı. Hakim qaydalar çərçivəsində olduğunu düşündü. İndi Elmin Məhəmmədli irəliyir. Burada başqa bir top var. Nə baş verir burada? Cəval. Emin Məhəmməd Əliyev. Gedər Ruslan İsazadə üçün sərt ötürməlidir. Cəval Qasımovda indi Elmin Məhəmmədli ilə oynadı. Elmindən Ciyakanla ötürmə.
Ünvanına çatmır artıq. Məncə meydanda hər kəs gördü onun nə etmək istədiyini. Qapıya doğru zərbə indirilir. Top toru yandan silkələyir. Cəlaldan yenə də kesit yoxdur. Elmi Məmmədli sol sınaqdan irəliyir. Ara ötürməsi Ruslan İstazadə ram etdi topu. İndi özü deyəsən zərbə indirəcək, amma o qədər də qüvvətli zərbə alınmadı. Qapıya doğru zərbə o qədər də təhlükəli alınmadı bu hücumda. Qazaxıstan təmsilçisindən. Amin. Ötürmə gəldi. Yenə də Amin müdafiədə diqqətlidir. Ruslan. Emin Məhəmməd Əliyev. Geriyə doğru Amin. Davam dedilər orada. Top meydanda qalıb. Zərbə isə çərçivədən yan keçdi. Yusif yaxşı fırlandı, yaxşı sıyrılmışdı rəqibinə, amma topu meydanda saxlaya bilmədi. Ulduz Futbol Akademiyasından təhlükəli hücum dalğası gəlir sanki. Ruslan İsazadə, Reyd yaxşı alındı, İsazadə 5-1 edir hesabı. Qapısını da gerdə qoydu. Fərq 4 top olur, 5-1. Təşkillər həyata keçdi. Yeniden Mir Yaqub, Nəriman, Rafiq, Arif, Vural, Abdullah meydana daxil oldular. Out. Rafiq Məmmədli sol sınaqdan irəliləyir, indirdi zərbəni. Yaxın küncə indirilmiş zərbə bir qədər qeyri dəqiq alındı. Ötürmə zamanı səhvə yol verdi müdafiəçilər. Nərman Əliyev sol ayağındadır top. Uğursuz bir zəhd olur. İndi bir qədər təzyiq. Topu qazandırdı. Qapı tirindən qaydır top. Arif daha bir zəhd uğursuzdur. Keçmədi Arifdən ötürmə. Kasımlı. Vural Mesihlə qarşıladı. Arif, ara ötürməsi, Nərmanı yaxşı fikirləşmişdi. Daha bir cəhd. Gün zərbəsi. Sürətli şəkildə autu yerinə yetirdi. AS komandası. Nərman Əliyev. Nərman sol zınağa meyilləndi. İndi Rafiq var yanında, onunla oynayır. Gözəl hərəkətlər yenə Rafiq Məmmədlidən. Əks hücum əmrəsi bir qədər təhlükəli alına bilər. Vural Misirli çatdırdı özünü. Həmçinin də Abdullah Məmmədli də köməyinə gəlir. Out qazanır Ulduz.
Məhmədli. Daha bir out. Bir Yaqub Kasımlı out'u yerinə yetirir. Sürməsi bir qədər rəqib müdafiəçilərin topu ram etməsinə imkan vermir. Əksüson oldu komandasına Nərman Əliyev. Qüvvətli zərbələr malik oyuncudur. Sol ayağı ilə indirdi zərbəni yaxın küncə. Dəf olunur. Daha bir zərbə Arifdən 6-1. Arif Kasımlı fərqi 5 topa qaldırır. Azərbaycan təmsilçisi əməli başlı üstünlüyü əldə edib. Elə bir statistik nəticə yoxdur ki, geridə olsun. Altı bir. Get-gedə dəqiqələr daha salır. Oyunun sonları yavaş-yavaş yaxınlaşma üzrədir. Artıq sözsüz bu yoldaşlığı maçında Azərbaycan təmsilçisi və Qazaxıstan təmsilçilərinin mübarizəsində Azərbaycan təmsilçisi inamlı bir qalibiyyəti imza atacaq. Mir Yaqub, Arif yenə də özünü çətin vəziyyətə salır və bəzən də oradan çıxmağı bacarır. Arifdən gözəl hərəkətlər 3-cü rəqib onu qarşısına aldı. Out. Rafiq, yenə Arif, ötürmə qarşılandı. Daha bir korner mi? Bəli, bəli. Bir asma gəldi cərmə meydansasına. Nərman sol ayağını axtarır, imkan vermədilər ona. Vural Misirli də müdaxiləsini edə bilmədi. İndi EIS komandasına təhlükəli hücum həmləsi Cəlal Qasımov müdaxiləsini edir və top qalkiperdə qalır. Əhsən Cəlal. Bugün həqiqətən də bir gol gördü qapısında. İnamlı təsir bağışladı. Nərman Əliyev, Ulduz Futbol Akademiyasına dabil hücum həmləsi. Əliyev, ara ötürməsi yaxşı anlar. Rafiq zərbə qapıdan yan keçir. Sevimli rəqəmin gəlmir. Rafiq. Vural Misirli. Gözəl hərəkətlər Vuraldan Rafiq Məmmədli. Ötürmə yaxşı alındı. Nərman. Haydi Nərman sıyrılmağa çalışır bir rəqibindən. Korner qazandılar. Ötürmə gəldi. Qaydan top. Vural Misirli. Zərbə çərçivə üzərindən keçdi. Əsas vaxtın bitməsinə təxminən son 1-2 dəqiqə qaldı zənnimcə. Son dəqiqələrdir. Yoxsa 20 dəqiqə, hər ikisi 20 dəqiqədirsə son dəqiqələrdir. 25 dəqiqədirsə hələ 5 dəqiqə var. Rahat. Bu arada Əsgərsoy o 2018-ci illər digər meydansada oynayırlar. Burada 2017-ci illərin mübarizəsidir. Əsgərsoy digər, orada da Qazaxıstan təmsilçisi ilə mübarizə aparırlar, amma 2018-ci illərdir. Mir Yaqub ayağının çölü ilə ara ötürməsi çox yaxşı alınır. Nərman Əliyevin zərbəsi dəf olundu. Hücum davam edir. Əliyev tabilcət bloklanır. Növbəti zərbə də gəldi. Top çərçivədən yan keçir.
Tavanlı ötürmə Rafiqdən, uğurlu alındı Yakub. Ötürmə Arif, çox yaxşı fırlandı, blok qoydu zərbəsinə. Günsən zərbə. Ötürmə gəlir, amma nə toxunuş edən, nə də zərbə indirən yoxdur. Azərbaycan təmsilçisi olan Ulduz Futbol Akademiyası 6-1 hesabı ilə öntədir Qazaxıstan təmsilçisi ilə mübarizədə. Ace komandası ilə mübarizədə. Arif. Abdullah. Risk etmək olmaz. Top Cəlalda. Sağ sınaqda Yakub. Out. O qədər də uğurlu zərbə olmur. Rəqib Nərimandan. Vural Misirli. Yenə də soyuqqanlı müdafiədə, amma səhvə yol verdi və bu səhv nəticəsində qol gəlir, amma ip yox. Fərq 4 topdur. 6-2. Out yerinə yetirilir. Nərman, Arif dediyində top. Çəkdi sağ ayağına, ötürmə Yakub. Arif imkan vermədilər zərbə indirməsinə. Arif Kasımlı. 2-10 nömrənin mübarizəsini izləyirik. Abdullah Sürüşmə Əfəndini işə saldı, amma uğursu alınır çət. Artıq final fitinə yavaş-yavaş yaxınlaşır. İndi Kobud Səb. Daha bir zərbə. Cəlal təhv etdi. İkinci zəhdə də top ondadır. Ayaq asılımı yaxşı alınmışdı Cəlal Qasımovdan. Rafiq Məmmədli. Top Nərman Əliyevdə ötürmək etməsinə imkan vermədilər. Cəlal itirdi topu. İndi top Cəlalda. Sağ sınağa. Emin Məhəmməd Əliyev bir qədər istədiyi kimi ram edə bilməmiş topu. Yusifdə də top. Yusif. Cəlal Quliyev. Qeyri-dəqiq zərbə izlədik. İndi qarışıq bir epizod yarandı yenə də uzun ata. Yusif. Gün zərbəsi. Cəlal Quliyev. Gün zərbəsi, xeyr, gün zərbəsi yerinə yetirilir. Ötürmə gəldi cəlmə meydan sahasına Emin Məhəmməd Əliyev. Cəhdi uğursuz onlar. İmkan vermədilər rəqib 10 nömrəyə bu epizodda. Elmin out qazanır. Xeyr. Qazaxıstan təmsilçisinin lehinə qərar verildi altı, amma əslində son toxunuş onların 10 nömrəsindən idi. Ötürmə, top qapıcıda. Cəlal. Cəlal Qasımov mərkəzə doğru. Pozulmayıb mu qayda mərkəzdə? Hakim baxmırdı mı deyəsən? Zərbə də indirilir, qol da gəlir.
Mərkəz göstərildi. 6-3. Fərq 3 topa inir. Kimsə oyunu yeşillaşdırmaq istəmirmi? Deyəsən, hər hissə 25 dəqiqədən ibarət olacaq. Emin Məmmədəliyev geriyə doğru Aminlə oynadı. Qasımov. Amin Qasımovdan çəkan ötürmə yenə Emin Məmmədəliyev. Korner qazanır. Yusif. Daha bir gün zərbəsi. Daha bir asma gəldi cərimə meydan sahasına. Elmin, qoy nöqtəni Elmin. Yusif qaydan top və Ruslan İsazadə. 7-3 edir hesabı. Dublə imza atdı. Daha bir zərbə top çərçivənin üzərindən keçdi. Dediğimde ben de oldum. Elmin müdafiədən çıxmağa çalışır. İndi Ulduz komandası Yusif oynadı. Yaxşı reydalında Cəlalın ötürməsi. Ruslan İsazadə topladı. İsazadə yenidən Cəlal oynadı. Niyə cınahı dəyişmədilər axı? Heç də yaxşı oynamadılar o epizodda. Top Cəlalda. Emin. Qayda pozulub. Emin Məmmədəliyev qaydanı pozub 7 nömrəyə qarşı. Hakimin fikri bu yöndədir. Şara gəldi. Zərbə indirilir. Təhlükəli zərbə ilə top çərçivənin üzərindən keçdi. Cəlal Quliyev. Quliyev ara ötürməsi. Emin Məmmədəliyev top dirəkdən qayıtdı. Hücum davam edəcək Aminlə. Üzdən zərbə. Cəlal. Yenə də bir anlıq qapısı olduğunu unudub. Elmin. Alta yollanır top. Hə, bax indi artıq son dəqiqələr demək olar. Artıq 25 dəqiqəni də tamamı yekunlaşacaq ikinci hissədə. Təxminən 1 dəqiqədən sonra. Zərbə indirildi. Cəlal diqqətlidir. Daha bir zərbə. Yenə də Cəlal. İmkan vermədi. Korner yerinə yetirilir. Qazaxıstan təmsilçisi tərəfindən. Türmə gəldi, uzaqlaşdırmağa çalışır müdafiəçilər. Top indi Cəlalda deyəcəkdim ki, topu tuta bilmədi. Gün zərbəsi. Deyəsən, hakimin də xoşuna gəlir oyun. Bitirmək istəmir. Elmin. Əksücü məmləsi Ulduz komandasından Elmin Məmmədli. Yusiflə oynadı. Yenidən Elmin. Qüvvətli zərbə indirir. Ruslan İsazadə. Emin Məmmədəliyev.
son dəqiqələrdə son nöqtəni qoyur demək olar. Bütün hirsini çıxartdı topdan. Bir qədər rəqibi az öncə onu qəzəbləndirmişdi. Ben dedim ki Ruslan İsazadə tək toxunmuşdu ötürməyə. Yusif gözəl hərəkətlər indi. Ötürməyə eləcək yəqin ki, yox. Zərbə indirdi. Toryandan silkələnir. ben size hakim olarak hakim kalmak istemedim. Elmin yenə də qarşı salınmaz bir zərbə indirir Elmin Məmmədli. Növbəti qol ondan gəlir. Ben niye olursun? Möhtəşəm qol. Möhtəşəm qollar sıralanır. Tabii zərbə və Kobud səhv qapıcıdan Cəlala göz dəydi deyəsən. 8-4. Daha doğrusu 9-4. Alışdırdım mı? Amin. Out. 9-4 bəli. Amin. Ara ötürməsi yaxşı alındı. İndi Ruslan İsazadə və eyni səhv rəqib qalkiperdə də olur. Fərq artır artıq 2 rəqəmlilər gəlir. Nefsine gelen olacak. Dinleyip. Deyəsən kompensasiya olmuş dəqiqələr də hal-hazırda. Amin. Amin. Out kazanır. Oy, açıq-aşkar kobudluğu var. Cəlal Quliyevə qarşı. Və indi Elmi Məmmədli birbaşa zərbə indirir və bu möhtəşəm qoldan məhrum etdi bizə rəqib Alkiper. Uzaq 9-luğa planlaşdırılmış zərbə dəf olunur. Daha bir ötürmə gəldi. Ruslan İsazadə 11-ci qol gəlir. Qolların ardarası kəsilmir və bu qoldan sonra final fitil səslənir. Ulduz Futbol Akademiyası Azərbaycan təmsilçisi, Qazaxıstan təmsilçisi üzərində inamlı qalibiyyəti imza atdı 11-4 hesabla. Biz də reportajımıza sona çatdırırıq. Oyun boyunca sizlə mən idim şəxsiniz Heydər Hüseynlə növbəti yoldaşlıq görüşlərində görüşmək ümidi ilə sağ olun, salamat qalın.